Dostlar, hamıya salam, hər vaxtınız xeyir olsun. Fudu Futbol kanalına xoş gəlmisiniz. Çoxdandır görsənmirəm, bəzi səbəblərə görə, amma artıq çalışacağam ki, daha tez-tez görsənim. Bugün biz Barselonadan danışacağıq əlbəttə ki və Barselonanın keçirdiyi son oyundan, Barselonanın Çempionlar Liqasındakı püşk atmadan sonra gələn rəqibindən və qarşıdan gələn Atletico Madrid ilə oyunundan danışacağıq. İlk öncə Villarreal-la oyun haqqında danışmaq istəyirəm. Komandamız Villarreal-ı öz doğma meydanında qəbul edirdi və oyundan öncə fikirlər müxtəlif idi bəzi izləyicilərdə və bəzi azarkeşlərdə. Mənim də fikrim belə idi ki, komanda üçün heç də asan bir oyun olmamalı idi əslində. Amma Barcelona bizi yaxşı mənada təəccübləndirdi. Yaxşı mənada təəccübləndirdi və komanda çox güvənli, belə inamlı qələbə qazandı. Mən belə gözləmirdim. Bəlkə də burada problem Barcelona yox, hələ Villarrealın özündə idi. Məncə Villarreal da oyuna belə yaxşı köklənməmişdi və yaxşı hazırlaşmamışdı. İlk dövrədəki oyun yadıma düşür. Yadınızdadırsa, ilk dövrədə də komanda Villarreala qarşı çətin səfərdən gözəl qələbə ilə gəlmişdi, rahat qələbə ilə gəlmişdi. Bəli, orada Villarrealın oyunçusu qırmızı vərəq almışdı və demək olar oyunun yarısından çoxunu Villarreal azlıqda keçirmişdi. Amma ümumiyyətlə Villarreal bu mövsüm Barcelonaya qarşı hər iki oyunda belə passiv və o qədər də maraqlı futbol oynamadı. Bunu boynumuza almalıyıq. Nəzərə almalıyıq ki, Barcelonanın əsas açar oyuncuları zədədən təzə qayıdıblar və onlardan hal-hazırda belə wow performans gözləmək də gülünc olardı. Pedri özü artıq zədədən qayıdıb və buna baxmayaraq start heyətdə yer almır. Flick hələ ehtiyat edir, Flick hələ ona tam olaraq güvənmir və zədəsinin daha da artmaması üçün ona sadəcə olaraq ikinci hissənin sonlarında şans verir. Və Pedri Villarreal oyunda sadəcə olaraq bir konfet hədiyyə verdi Yamala. İndi hər şey haqqında danışacağıq. Amma özümüz də bilirik ki, hal-hazırda komanda stabil deyil. Bir oyun gözəl oynayırıq, 2 oyun pis oynayırıq, 3 oyun gözəl oynayırıq, 2 oyun yenidən pis oynayırıq. Stabilliyimiz demək olar yoxdur. Ötən mövsümdən nisbətən biz belə oppana gedirik. O dağa qalxırsınız, o azla. Belə oppana. Bax, konkret barsa budur. Amma ötən mövsüm hardasa stabillik var idi, düz yola çıxa bilirdik. Bu mövsüm bu yoxdur. Və Villarreal hal-hazırda 3-cü yer uğrunda mübarizə aparan komandadır. Atletico Madridlə dirəşirlər. Bəli, çempionluq və 2-ci yer uğrunda mübarizə aparmaq artıq məntiqsizdir. Bu mübarizəni Barcelona və Real Madrid aparacaq. Amma Atletico Madridlə mübarizə aparmaq olar. Bu şansdır Villarreal üçün və Villarreal üçün La Ligada 3-cü yer olmaq çempionluğa bərabər bir nəticədir. Bu 100% belədir və Villarreal maksimum dərəcədə Barcelona xal almağa çalışacaqdı. Amma Villarreal bunu bacarmadı. Bunu Barcelona qoymadı, yoxsa Villarreal özü bacarmadı. Bunu aydınlaşdırmaq lazımdır. İlk hissə haqqında danışmaq istəyirəm. İlk hissənin ilk yarısı belə deyim, 20-ci dəqiqə, 25-ci dəqiqə çox passiv oldu. Komanda demək olar tərpənmirdi, sadəcə olaraq ötürmələr var idi, qapıya zərbələri yox idi. Hətta Villarrealın 1-2 epizodları olmuşdu ki, onlar qolla nəticələnə bilərdi, amma hansısa məqamda Villarrealın oyuncuları sübut etdilər ki, onlar doğrudan da Villarrealın oyuncularıdır. Yəni orada başqa klubun, yəni top klass klubun oyuncuları olsaydı, bəlkə də hesab çoxdan açılmışdı. Amma Lamine Yamal bu oyunda vitrin oyununu keçirtdi demək olar. Ya əslində vitrin oyunun Yamal ötən mövsümlər keçirmişdi, amma bu oyunda sırf olaraq göstərdi ki, nələrəsə qadirdir və nələrəsə hələ də unutmayıb və kritiklərin az da olsa səsini kəsdi. Atletico Madridlə oyunda uğursuzluqdan sonra digər oyunlardan sonra Lamine Yamal hat-tricklə yadda qaldı və bu Lamine Yamalın professional karyerasında etdiyi ilk hat-trick idi. Və Lamine Yamal 100 qol üstəgəl assist səttinə çatmış ən gənc futbolçulardan oldu. Demək olar, elə ən gənci oldu deyəsən. Və onu da nəzərinizə çatdırım ki, Cristiano Ronaldo və Lionel Messi 100 qol plus assist səttinə çatmaq üçün 21 yaşında olublar. Yəni 21 yaş səttində onlar 100 qol plus assist ediblər. Lamine Yamal isə bunu 18 yaşında edib. Okey, buradan Lamine Yamalı təbrik edirik. Mənə görə çox gözəl bir nailiyyətdir. Lamine Yamal üçün doğrudan da belə statuslu bir nailiyyətdir. Amma bəziləri var ki, Lamine Yamalın bu
nailiyyətini aşağılamaq istəyir. Misal üçün, Messi və Ronaldonun zamanında müdafiəçilər canavar idi, indiki müdafiəçilər o deyil. Okey, hardasa razıyam, bəli, Messi, Ronaldo zamanında müdafiəçilər doğrudan da adlı sanlı və top klas müdafiəçilər idi. Hər klubun demək olar müdafiəsi tam başqa idi və futbol ümumiyyətlə tam başqa idi. Amma bu o demək deyil ki, Lamine Yamalın əməyini biz aşağılamalıyıq. Yəni Lamine Yamal ötən mövsüm qapalı Inter kimi komandanı tək başına sürüdü. Real Madrid kimi komandaya tək başına mübarizə apardı. Və hal-hazırda onun göstərdiyi bu nəticəni, bu uğuru aşağılamaq olmaz. Bəli, biz Lamine Yamalı kritikavat edirik, biz onu tənqid edirik, bu başqa məsələ. Mən özüm başda olaraq, yəni həddindən çox artıq hərəkətləri var. Bəziləri bunu yaşla əlaqələndirir ki, 18 yaşı var, göz yummaq lazımdır. Yox, göz yummaq lazım deyil. Çünki biz Lamine Yamalın məsuliyyətli dönəmini görmüşük. Və biraz hədlər aşılmamalıdır. Lamine Yamal sırf olaraq futbola köklənsə və biraz məsuliyyəti hiss eləsə, o böyüklüyü hiss eləsə, Lamine Yamal möhtəşəm bir şey ola bilər. Lamine Yamal ilk hissədə 2 gözəl qol vurdu. Əsasən də ikinci qolu sadəcə olaraq möhtəşəm idi. İndividual olaraq ən gözəl qollarından birini vurdu. Möhtəşəm bir qol. İkinci hissədə Pedri'nin möhtəşəm ötürməsindən sonra hesabı 3-0 etdi və Lamine Yamal göstərdi ki, doğrudan da top klas bir oyuncudur və tək başına komandanı daşıya bilər. Bunu göstərdi. Bu günə kimi də göstərmişdi. Biz bunu görmüşdük, biz bunu bilirdik. Amma yenə deyirəm, bəzi hərəkətləri, həyat tərzi Lamine Yamalı dala saldı. Daha məsuliyyətli olsun, daha ağıllı olsun, Lamine Yamalın qarşısını alan olmayacaq. Və Lamine Yamalın yanına normal başlı 9 nömrə versinlər, Lamine Yamal yaxşı oynayacaq. Ferran yoxdur. Lewandowski oyuna girir, o da yoxdur. Okey, oyunda qol vurdu, təbrik edirəm. Daha o qolu mənim nənəm də vurar. Amma Barcelona 10 nəfərlə oynayır. Yəni Barcelona istənilən oyuna çıxanda 10 nəfərlə, yəni bir nəfər azlıqlı oyuna daxil olur. Hücumçumuz yoxdur bizim. Ferran sadə primitiv topları ayağında saxlaya bilmir. İndi Ferran Torres hansısa oyunda gələcək 3 dənə qol vuracaq və yaxud 2 qol plus asist edəcək. Gəlib hamı düşəcək üstümə ki, bax Ferran gör neynədir. Qardaş, hücumçu elə bir pozisiyadır ki, bu adamda stabillik olmalıdır. Hücumçunun işi qol vurmaqdır. Bu qədər sadə. Qol vurmalısan. Asist eləməlisən. Boşluqlar yaratmalısan. Wingerlərlə anlaşmalısan. Rəqibin müdafiə xəttini təzyiqdə saxlamalısan. Hal-hazırda Lewandowski və Ferran Torres o səviyyədə deyirlər ki, rəqibin müdafiə xəttini təzyiqdə saxlasınlar. Yəni Villarreal kimi, Levante kimi, hətta Villarreal mən çox belə yuxarı qalxdım. Yəni Levante kimi, Alaves kimi, Oviedo kimi komandaların müdafiəçiləri belə Lewandowski və Ferrandan çəkinmirlər. Qalmışdı ki, indi bizim qarşımıza Newcastle gələcək, qarşımıza bizim Atletico Madrid gələcək, Arsenal gələ bilər. Saliba ilə nədir onun adı? Gabrielin qabağına Ferranla Leva ilə çıxacağıq biz. Adama gülərlər. İkinci hissədə onu deyə bilərəm ki, komanda oyunu belə sakitləşdirməyə çalışırdı və Villarrealın qolundan sonra Villarreal az da olsa özünə inanmağa başladı və Barcelona biraz anladı ki, nələrsə etmək lazımdır və Lamine Yamalın 3-cü qolu demək olar oyunu kökündən həll etdi. 4-cü qol isə sadəcə olaraq bir formal bir qol idi. Ümumiyyətlə Pedri oyuna daxil olandan sonra oyun sakitləşdi və ümumiyyətlə Villarreal topa sahib ola bilmirdi. Hətta Villarrealın bir oyunçusu belə müsahibəsində bildirdi ki, Pedri dəhşət bir səviyyədədir və Pedri oyuna girən kimi hər şey tam başqa cür oldu. Və biz bunu gördük. Yəni Pedri hal-hazırda mənə görə top 3 ən yaxşı futbolçudan biridir. Yəni bura indi mən Kylian Mbappé-ni əlavə eləyərəm, Lamine Yamal əlavə eləyərəm və Pedri-ni əlavə eləyərəm. Bəlkəm kiminsə variantları tam başqadır. Kimsə bəlkəm Harry Kane-i orada görür, bəlkəm kimsə orada Oliseni görür və yaxud başqa bir şəxsi görür. Amma hal-hazırda mənə görə subyektiv fikrimdir. Top 3 futbolçu adı çəkiriksə bu Kylian Mbappé, Lamine Yamal və Pedri'dir. İndi bəziləriniz bunu
tam başqa cür anlaya bilərsiniz. Deyə bilərsiniz ki, Fuad sırf olaraq Barselona olduğuna görə, Barselona azarkeşi olduğuna görə bu iki şəxsin adını çəkir. Amma yox, sadəcə olaraq mən fərdi keyfiyyətlərinə görə, oyuna verdikləri təsirə görə və komandaya verdiyi təsirə görə bunu dəyərləndirirəm. Hal-hazırda bu üç futbolçunun komandaya təsiri danılmazdır. Mbappe, Lamine Yamal və Pedri'nin təsiri möhtəşəmdir. Belə deyim, komanda özünü yormadan Villarreal üzərində qələbə qazandı. Bu çox gözəldir. Yəni mən belə gözləmirdim, bunu açıq deyəcəm. Komanda relax formada, ekonom rejimdə Villarreal üzərində qələbə qazandı, aktivinə 3 xalı yazdırdı və La Ligada mübarizəni davam elətdirir. Real Madrid isə Xetafe ilə qarşılaşacaq. Hələ bu oyuna var və bu oyun haqqında biz danışa bilmirik. Təəssüflər olsun ki, görək nələr baş verəcək. Başqa məsələ. Əsas məsələlərdən biri. İndi Çempionlar Liqası haqqında danışacağam, amma La Liga haqqında danışmaq istəyirəm. Flick baş məşqçi olaraq Barselonada 100-cü oyununu keçirtdi. Buradan Flick'i təbrik edirik. Flick ürəyimizdir, canımızdır, ciyərimizdir və Flick'in statistikası belədir. 75 qələbə, 6 bərabərlik və 9 bərabərlik, üzr istəyirəm, və 16 məğlubiyyət. Bir o qədər də pis statistika deyil və qələbə faizini hesablasaq, sadəcə olaraq o Luis Enrique'dən geri qalır. Qalan məşqçilərdən üstündür. Amma Flick'ə məsləhət verim deyim yoxsa yox, buradan əlbəttə ki, Flick məni eşitməyəcək. Amma onu deyə bilərəm ki, Flick ötən mövsüm Barselonada daxili treble etməyi bacardı. 3 kubok qazandı. Əla. Və hal-hazırda Barselona üçün La Liga və yaxud Super Kubok və yaxud İspaniya Kuboku bir o qədər də önəmli deyil. Bir o qədər də önəmli deyil. Bəli, bunlar titullardır, bunları qazanmaq lazımdır. Amma bizim 11 ildir həsrətində qaldığımız bir kubok var, bir titul var. Bu Çempionlar Liqasıdır. Və Barselona tam gücünü bura verməlidir. Flick bəzi baş məşqçilərdən fərqli olaraq istəyir ki, hər bir turnirdə mübarizə aparsın. Hər bir turnirə eyni gözlə baxır. Bu əslində çox gözəl bir addımdır. Yəni bu baş məşqçinin necə də böyük bir məşqçi olduğunu göstərir. Yəni qorxaq məşqçi kimi hansısa titulun başını buraxıb sırf bir titula köklənmir. Hər 3 titulla və yaxud hər 4 titulla görə eyni dərəcədə mübarizə aparır. Amma hal-hazırda bu bizim üçün önəmli deyil. Flick hansısa tituldan imtina etməlidir. Bəli, Atletico Madrid ilə qarşılaşmada biz fiyasko yaşadıq. Biz doğrudan da gözləmədiyimiz bir zərbə aldıq. Bunu biz heç birimiz gözləmirdik. Belə olmamalıydı. Bu, belə bir qara gün kimi mən bunu yadda saxlayıram. Bilmirəm niyə belə oldu. Və biz bunu unudub yolumuza davam eləməliyik. Və biz Çempionlar Liqasını düşünməliyik. La Liqanı düşünməliyik. Və Atletico Madrid ilə oyunda tam yüklənmək olmaz. Mən bunu istəmərəm. Amma mən bilirəm ki, Flick yenidən əsas heyəti buraxacaq, comeback istəyi ilə və geri dönüş istəyi ilə. Bunu anlayıram. Mən də bunu istəyirəm. Mən də istəyirəm komanda comeback etsin, remontada eləsin. 2017-ci ilə qayıdaq bir anlıq. Amma hal-hazırda bizə bu lazım deyil. Doğrudan da lazım deyil. Tam gücümüzü biz Atletico Madridlə oyuna qoyub, qarşıdan gələn Çempionlar Liqası oyunlarını demək olar biz riskə atırıq. Mənə görə belədir. Okey, oldu da fiyasko yaşadıq. Gəlin, oynayaq, normal futbol görsədək, qayıdaraq, qayıtmarıq, canımız sağ olsun. Amma tam yüklənib, bütün gücümüzü Atletico Madridə vermək düzgün deyil. Laporta haqqında danışmaq istəyirəm. Bildiyiniz kimi, hal-hazırda Barcelona prezident seçkiləri keçirilir və səs vermələr artıq başlayıb və Laporta hal-hazırda komandanın başında deyil. Və dünənki oyunda Laporta azarkeşlərlə bir yerdə oturmuşdu. Yanında bir-iki şəxs var idi və azarkeşlərlə bir yerdə şüarlar səsləndirirdi. Bu şüarlar arasında Puta Madrid şüarı var idi. İndi qayıdıb deyə bilərsiniz ki, burada nə var ki, burada nə pis bir şey var. Bu sadəcə olaraq biabırçılıq və gülüncdür. Bu biabırçılıqdır. Barcelona kimi komandanın bir prezidenti bunu edə bilməz. İndi qayıdıb deyə bilərsiniz ki, okey də, indi hal-hazırda rəsmi olaraq prezident deyil. Və yəni adam namizəddir prezidentdir və neçə illərdir Barcelonanın prezidenti olub. İndi burada yenə də mənə deyə bilərsiniz ki, Fuad, sən Florentino Perez eşqindən yaşayırsan. Florentino Perezə sən simpatiyan var. Bəli var, mən bunu danmayacam. Haçansa Florentino Perezin Santiago Bernabeu'da və yaxud hansısa digər bir məclisdə Barcelona'ya qarşı şüarını görmüsünüz? Puta Barça eşitmişsiniz onun ağzından.
Yox. Bunu mən eləyə bilərəm. Bunu siz eləyə bilərsiniz. Bunu azarkeşlər eləyə bilər. Həm Barsa, həm Real azarkeşlər. Onsuz da eləyirlər. Bu normaldır. Barsalılar Puta Madrid deyir. Madridlilər Puta Barsa deyir. Bu normaldır. Bu belə də olmalıdır. Futbolun marağı budur. Amma klubun prezidenti çıxıb stadionda Puta Madrid qışqırırsa, bu artıq düşüklükdür. Bunun adı yoxdur. Bu düşüklükdür. Bu gözəl prezident ola bilər. Bartomeu'dan yaxşı ola bilər. Nə bilim, Rosel'dən yaxşı ola bilər. Gaspar'dan yaxşı ola bilər. Amma əgər bir prezidentin ki ağırlığı, samballığı yoxdursa, tüpürüm elə prezidentə. Tüpürüm elə klub prezidentinə mən. Və Barcelona o prezidentin hal-hazırda əlindədir. Bəli, gəldi Barsanı xilas elədi hardasa. 2000-ci ilə gəldi. Komandanı bu neçə il ərzində xilas etdi. Amma bu adam yaşlandıqca elə bir başı gedir bunun. Mən istəyirəm ki, Barcelonanın başında samballı, statuslu, özünə dəyər verən, özünə hörmət qoyan, kluba dəyər verən, klubu digər klublarla müqayisə etməyən bir prezident gəlsin, alfa bir adam gəlsin. Qalmışıq bir klonun əlində. Mən ona klon deyəcəm. Üzr istəyirəm, amma mən belə deyəcəm. Bu nə qədər ağır olsa da, bu belədir. Laportadan danışmışdıq elə yeri gəlmişkən Camp Nou haqqında danışmaq istəyirəm. Siz Allah Barcelona'nın oyunlarına baxın, Camp Nou'da necə səssiz keçir bu oyunlar. Fikir vermisiniz buna, yoxsa yox? Yoxsa ancaq mən fikir verirəm buna. Bu Camp Nou niyə belə sakitdir? İndi hamınız cavablar yazacaqsınız ki, fuat turistlər də orada. Bəli, əla, çox gözəl, mən də bunu bilirəm. Bəs niyə? Okey, aydındır, komanda pul qazanmaq istəyir, Barcelona turistik bir şəhərdir. Ora gələn adamların nisbətən 30-40% futboldan anlamır. Sadəcə olaraq Barcelona eşidiblər, Camp Nou eşidiblər, gözəl bir yer eşidiblər. Ala gedək Camp Nou'ya görə nə olan yerdir bura. Amma bu komandaya finansal olaraq bir müsbət təsir verir. Amma oyununa təsir edir. Biz elə bir gəlmişik teatraya. Azarkeşlər orada baxırlar, səs gəlmir. Kommentator sakit durub danışmır. Və stadiondan belə səssizlik yağır. Belə stadion olar. Hardadır bu fan klublar? Nəyə görə Barcelona fan klubu yoxdur o stadionda? Nəyə görə o stadionu dağıdan fan klub bir təşkilatçılıq yoxdur? Niyə klub bu işin üstünə düşmür? Mən Benfica ilə Real'ın oyuna baxanda tüklərim biz olmuşdu. Benfica azarkeşləri 90 dəqiqə dayanmadı. 90 dəqiqə dayanmadı adamlar. Çünki hamısı azarkeşdir. Hamısı belə canı yanır bu kluba. Yoxsa turist gəlib oradan Küveytdən gəlib, nə bilim, Norveçdən gəlib biri Laplandiyadan gəlib. Belə şey olmaz. Əsas məsələ Çempionlar Liqası. Biz Laportanın bir yerinə baxmalıyıq. Orada deyəsən bənövşəyi tük var. Yəni 2 mövsüm arda-arda Barcelona püşk atmada bəxti gətirir. Və bunu danan adam futbola baxmasın. 2 mövsüm arda-arda. Bəli, biz buna sevinirik. Sevinirik, bəli, təbii ki, sevinməliyik. Amma sevincimiz kədərə də çevrilə bilər. Və biabırsılığa çevrilə bilər. İndi hamımız deyirik, okey, Barcelona yaxşı formada deyil, müdafiəsində problem var, hücumumuz yaxşı deyil. Amma bu komandanın mentaliteti olmalıdır. Bu komanda qalib ruhunu özünə qaytarmalıdır. Bu komanda loserlikdən çıxmalıdır, winner olmalıdır. Demirəm, indi Barsa loser və yaxud winner bir klub deyil. Hal-hazırda Barcelona 50-50-dir. Və ortada qalıb. Ya bu komanda winner olacaq, ya bu komanda loser olacaq. Bu qədər sadə. Əgər bu püşkatma ilə, bu setka ilə komanda finala vəsiqə qazana bilməsə, bu mənim üçün katastrof olacaq. Mən açıq deyəcəm sizə. Setkaya baxaq da, sol tərəfdə Çempionlar Liqası gedir, sağ tərəfdə isə Konferans Liqasıdır. Açıq deyəcəm, Konferans Liqasıdır. Belə olmaz. Yəni, mən azarkeşlərə səslənirəm. Yəni, siz klubu aşağılamaq da olmaz, yüksəltmək də olmaz, gözləntiləri qaldırmaq da olmaz. Mən demişdim ki, gözləntilərimizi çox etməyək.
Hər şey ola bilər. Yəni bu komanda Çempionlar Liqası qazanacaq səviyyədə deyil hal-hazırda. Bu başqa məsələ. Amma taley bizim üzümüzə gülüb. Allah bizə o şansı yenidən verib. Və biz bu şansdan istifadə etməliyik. Yəni biz baxırıq setkaya, Real Madrid hara düşüb, PSG hara düşüb, Chelsea hardadır. Sağda Bodo Glimt, Sporting, Tottenham, Atletico Madrid, Arsenal. Ən ağır rəqib orada bizə Arsenal ola bilər. Ən ağır rəqib. O da yarım finalda. Yəni bu komanda yarım final görməsə, xahiş edirəm Laporta, bağla bu klubu, çıxaq gedək biz işimizin dalınca. Gedək hərəmiz bir dənə klub tapaq özümüzə, azarkeşlik eləyək. Təbii ki bu zarafat deyil, klubu biz titullara görə sevmirik, amma əsəbdən danışırıq. Yəni bu şans da əlimizə düşüb, bu şansı ideal istifadə etməliyik. Azı bu komanda yarım final görməlidir. Yarım final görməsə, yəni doğrudan da biabırsılıqdır. Problemlərimiz var, start heyətdə nəsə problem var, çatışmamazlıq var, nə var? Yox, ötən mövsümki Inter ideal idi da, yəni Qos kimi Inter idi. Necə gəldi finala çıxdı? 2022-ci ildə Real Göbəyim ideal idi, gəldi çempion oldu. Qalib ruhun qaldırmaq lazımdır, qalib ruhun inkişaf elətdirmək lazımdır. O zaman heç heyət də problem olmayacaq. Bəli, heyətdəki oyunçuların keyfiyyəti hardasa rol oynayır. Amma komanda inanmalıdır ki, mən nələrsə etməliyəm. Yəni, individual olaraq lider oyuncular məsuliyyəti öz öhdəliyinə götürməlidir. Mən inanıram komandaya. Mən inanıram ki, komanda Newcastle səttini aşacaq. Aşmalıdır da. Ondan sonra da Tottenham gələcək, yoxsa Atletico Madrid gələcək, artıq maraqlı deyil. İlk öncə rəqibimiz Newcastle-dır. Newcastle-la da oynamışıq bu mövsüm. Çətin də olsa qələbə qazanmağa bacarmışıq. Amma yəni Newcastle PSG deyil. Newcastle Real Madrid deyil və yaxud Newcastle Bayern München deyil. Aşağılamaq istəmirəm Newcastle-ı, amma sən Newcastle-la əgər bacarmırsansa, Paris Saint-Germain-lə oynama. Sən Chelsea-ilə oynama. Sən Bayern-lə oynama. Bu qədər sadə. Barcelona, Atletico Madrid. Az öncə mən bu haqda danışdım və dedim ki, komanda bu oyuna çox da yüklənməməlidir. Bu oyunu prioritet hesab etməməlidir. Sözümün arxasında dururam və komanda bu fiyaskonu unutmalıdır. Oldu, keçdi. Bəli, mübarizə aparmalıdır. Bu demək deyil ki, texniki məğlubiyyət yazdırırıq ki, hə, biz meydana çıxmırıq. Tüpürüm kubok oyununa. Mən çempionlar qazanmışam. Yox, meydana çıxılıb mübarizə aparılacaq. Yəni döyüşmək lazımdır, amma həddində. Yəni çıxarmaq lazım deyil. Yəni bütün gücümüzü Atleticoya qoyub, sonra gəlib Çempionlar Liqasında belə əlimizə, başımıza qoyub tutmalı deyilik. Yəni bu dəqiqə mənə Çempionlar Liqası daha önəmlidir. Sizə də həmçinin. Yəni kubok oyununda okey, oldu, canımız sağ olsun, bir fiyaskodur, yaşadıq. Bundan dərs çıxarmalıyıq, önümüzə baxmalıyıq. Amma komandaya inanıram, komandaya güvənirik. Yəni bu komandada o remontada potensialı var. Amma demirəm ki, bu 100% olacaq. Amma içimdə bir his var ki, ola bilər. Və bu komanda Atletico Madridə 4 və yaxud daha çox qol vurmaq potensialındadır. Bu başqa məsələ. Bunu edə bilər. Amma qol buraxmamaq potensialında deyil. Bunu açıq danışmalıyıq. 5-in vuracaqsa, azı bir 1-2-sini buraxacaq. Bu bizi qane etmir. Yəni 5-in vurursansa, buraxma. Bu isə Barsa üçün qeyri-mümkün bir şeydir. Qeyri-mümkün bir şeydir. Ona görə yenə də komandaya güvənirik, inanırıq və Barcelona Atletico Madrid oyununu bir yerdə bizimlə izləmək istəyirsinizsə, sizə Halfway in Sports Pub-a dəvət edirəm. Uşaqlar, gözəl bir atmosfer yaratmışıq. Gözəl bir atmosfer olacaq orada. Və ən əsas məsələ oyundan sonra hədiyyələrimiz olacaq. Əslində bizim üçün ən böyük hədiyyə Barcelonanın remontada etməsi olardı, təbii ki. Amma belə yerində hədiyyədə bizə mane olmazdı. Oyundan sonra biz Halfway Sports Pub-dan sizə 30 manatlıq endirim kuponu verəcəyik. Fanshopdan Barcelonamızın formasını qazana bilərsiniz və Barcelonamızın şərfini qazana bilərsiniz. Əgər siz də bizimlə bir yerdə oyuna gəlmək istəyirsinizsə, mütləq şəkildə yerinizi rezerv edin. Nömrəni videonun şərh bölməsində bərkidəcəm. Həmin nömrə ilə əlaqə saxlayıb və yaxud WhatsApp-a yazıb yerinizi rezerv edə bilərsiniz. Belə dostlar, məndən bu qədər. Çalışdığım qədər aktual olan mövzular haqqında danışdım və komandanın nələr gözləyir, nələr olacaq inşallah gələcək həftələrdə, aylarda biləcəyik. Bu komandaya güvənimiz, inamımız həmişə olub, var və olacaqdır. Yenə deyirəm,
Mən hər çıxışımda bu sözü deyirəm. Biz bu klubu titullarına görə sevməmişik. Və sevməyəcəyik də və ya titullar olmasa belə atmayacağıq. Əbədi olaraq Barcelona azarkeş olacağıq və biz bununla fəxr edərik. Amma bəzən klub fikirləşməlidir ki, nələrsə dəyişmək lazımdır. Nələrsə dəyişilmək lazımdır. Nələrdənsə imtina etmək lazımdır ki, nələrisə qazanasan. Bu həyatda da belədir. Bəzən nələrdənsə imtina edəndə acı olur insana, amma sonda aldığın nəticə səni sevindirir. Hal-hazırda Barcelona Kubok, La Liga kimi turnirlərə biraz yuxarıdan aşağı baxmalıdır, köklənməlidir Çempionlar Liqasına. Bu məqsəd budur. 11 illik həsrət var. Sən La Liqanı ötən mövsüm qazanmısan, 2 il əvvəl qazanmısan. Lazım deyil bu qədər yüklənmək. Yəni mən razıyam, Flick bu dəqiqə tək Çempionlar Liqasını qazansın, başqa titulları qazanmasın. Heç kim ona üçün deyən deyil. Amma Flick bu mövsüm daxili treble eləsin yenidən. Amma Çempionlar Liqasını qazanmasın, yenə hamı onun üstünə cumacaq ki, Çempionlar Liqasını qazana bilmədin. Bəli, status olaraq hal-hazırda Çempionlar Liqası daha statuslu bir turnirdir. Bunu danmaq olmaz. Və bütün gücümüzü biz ora kökləməliyik. Variant yoxdur. Belə. Görək nə olur. Ümid edirəm ki, komanda bizim mövsüm sonunda sevindirəcək. Hamınızı öpürəm. Videoya baxdığınıza görə təşəkkür edirəm. Videonu bəyənib şərh yazmağı unutmayın. Visca Barça, Visca Catalunya.